Deməli uşaqlar, birinci dərsimizdə biz kalium permanqanatla bağlı 2 təcrübə aparacağıq. Kalium permanqanat məişətdə istifadə olunan maddədir. İlk təcrübəmiz kalium permanqanatın xlorid turşusunun reaksiyası olacaq ki, bu reaksiya nəticəsində xlor qazı alınır. Digər təcrübəmizdə isə kalium permanqanatın hidrogen peroksidlə reaksiyasıdır ki, bu zaman da oksigen qazı alınır. Reaksiya tənlikləri lövhədə yazılır. Deməli, əslində biz bu təcrübəni sorucu şkaf altında planlayırıq, lakin hal-hazırda bu şərait olmadığına görə biz bunu havalandırmanı təmin edib aparırıq və xlor qazı alındığına görə biz reaksiya alınan kolbanın ağzını qapayırıq. Alınmış sarımsız yaşlı xlor qazı kolbanı dolduracaq və onun bir hissəsi su ilə reaksiya girdiyinə görə onun təsiri zəifləyəcək. Növbəti təcrübəmizdə isə kalium permanqanatla hidrogen peroksidin reaksiyasını aparacağıq. Hidrogen peroksid faizi az olduğuna görə biz ondan daha çox əlavə etdik. Bu reaksiyada da kalium permanqanat hidrogen peroksidlə reaksiyaya girir və oksigen qazı alınır. Mən İsmailov Ramil 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişəm və artıq 25 ildir müəllimlik fəaliyyəti ilə məşğulam. Kimya fənni tədris edirəm. Son 2 ildir də bir nömrəli ümumi təyinatlı internat məktəbində kimya fənnini tədris edirəm. Uşaqları da bacardığımız qədər kimya fənnini sevdirməyə çalışırıq və uşaqlarla dərslərimizdə təcrübələrlə də tanış edirik onları. Onlar bu təcrübələr vasitəsilə kimya fənninə daha da maraq göstərirlər.